Hakimiyyət uğrunda mübarizə şahidləri. Deməli 1992-ci ildə Xocalı faciəsini dedik. Və dedik ki, Xocalı faciəsi baş verdi. Burada gərginlik daha da artdı. Məsələ hardan gedir? Bakıdakı siyasi hakimiyyətdən gedir. Siyasi idarəetmədən. Cəmaət bu məsələdə Xocalı faciəsinin törədilməsi Ayaz Mütəllibovu günahlandırdı və onun istifasını tələb etmişdi. Ayaz Mütəllibov bu dövrki rəhbərdir. Azərbaycan rəhbərliyində Ayaz Mütəllibovdur. Bu məsələlərə diqqət edilir. 92-ci il mart ayında deməli iclas keçirildi. Ali Sovetin, Ali Sovet bilirsiniz ki, orada parlament rolunu oynayan bir orqanımızdır. Və Ayaz Mütəllibov orada istifa verdi. Yaqub Məmmədov parlamentin sədri. Vəkillər prezident səlahiyyətlərini icra etməyə başladı. Amma bundan sonraki vəziyyətdə Ayaz Mütəllibov bunu əvəzini almaq istəyirdi. Ayaz Mütəllibov onun tərəfdarları yenidən hakimiyyətə geri qayıtmaq istəyirdilər. Və o dövrdə dövrki konstitusiyaya görə də yaş məhdudiyyəti olduğuna görə, yaş senzi, yəni yaş həddi olduğuna görə Heydər Əliyev seçkilərdə iştirak edə bilmirdi. ...92-ci il may ayında Şuşanın işğalı. Baxın, səbəb nəticə olaraq soruşa bilər bizdən. Şuşanın şəhərinin işğalı. Bu yenidən hakimiyyət böhranına səbəb oldu Bakıda. Səbəb nəticə olaraq soruşa bilər bizdən. 92-ci ildə mayın 14-də Ayaz Mütəllibov tərəfdarların köməyi ilə yenidən vəzifəyə qayıtdı və aşağıdakı tədbiri gördü. Bu görülən tədbirlər konstitusiyaya zidd idi. Fövqəladə vəziyyət elan etdi və siyasi azadlıqla məhdudlaşma haqqında fərman verdi. Bu məsələlərə görə yenidən kütləvi etirazlar, mitinqlər başladı. O dövrki siyasi rəhbər, xadimlər bunların hiddətlərində etiraz elədilər. Həm Heydər Əliyev, həm də Əbülfəz Elçibəy məsələlərə etirazını bildirdi qəti şəkildə. Artıq Ayaz Mütəllibov bu məsələlər qarşısında dayana bilmədiyinə görə vəzifəsindən çıxdı, tərk etdi, ölkəni tərk edib çıxdı, getdi. Yəni bunların qarşısında dayanıb artıq onlara cavab verəcək bir gücü, imkanı yox idi. Ona görə tərk elədi, Azərbaycanı çıxdı, getdi. Mayın 18-də dost söhbət gedir 92-ci ildə. Ali Sovetinin yenidən sessiyası keçirildi və mayın 14-də verilən qərarların, yəni Ayaz Mütəllibovu bağlı verilən məsələlərin qanundan kənar olduğu elan edildi. Ali Sovetin Milli Şurası özünü Milli Məclis adlandırır. Milli Məclis parlament xüsusiyyətinə, yəni qanunverici xüsusiyyətə malik idi. AXC-nin üzvü olan İsa Qəmbərov Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini icra etməyə başladı. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti, AXC, Xalq Cümhuriyyəti üzrə istəyirəm, AXC, Azərbaycan Xalq Cəbhəsi onların hakimiyyətə gəlməsi legitimləşdi, qanuniləşdirməkdir. Legitimlik şahidlə qanuniləşmək deməkdir. Yəni onlar artıq Azərbaycanda idarəçiliyi tamamilə öz nəzarətlərini keçirmiş oldular. Hakimiyyətləri qanuniləşdi. 92-ci iyun ayında prezident seçkilərində Əbülfəz Elçibəy qalib gəldi və Azərbaycan Respublikasının prezidenti seçildi. Həmin dövrdə Əbülfəz Elçibəyin prezidentliyi dövründə görülən tədbirlər: 1. Dövlət quruculuğunda mühüm addımlar atıldı. Ordu quruculuğu sayəsində xüsusi işlər görüldü. Manat dövriyyəyə buraxıldı. Sonra bunları keçək. Hərbi əməliyyatlara başlayırıq. Ola bilər ki, əlimizdəki kitablarda biraz fərqli yazıla bilər, yəni mövzu yerləri. Amma axır nəticəsi eyni yerə gedib çıxır. Deməli, 88-ci ildə bilirsiniz ki, bu deportasiyanın ikinci mərhələsi başladı. 91-ə qədər davam etdi. Artıq 91-ci ildə isə nəinki Azərbaycanı qovub çıxartdı ermənilər, həmçinin Azərbaycana qarşı elan etmədən hərbi əməliyyatlara başladı. Azərbaycan torpaqlarının işğalına görə müharibəyə başladı. Səbəbi nə idi? Azərbaycana qarşı olan ərazi iddiaları. Biz bunu belə bir şey demişdik. Ümumi tarixdə demişdik ki, SSRİ dağılarkən bu məsələnin, yəni SSRİ-dəki
ziddiyyətlərin cəmiyyətin diqqətini yayındırmaq üçün müxtəlif yerlərdə milli ərazi münaqişələri ortaya çıxartmışdılar. Millətlər arasında ərazi məsələləri ortaya çıxarılmışdır qəsdən, bilərəkdən ki, başları ona qarışmış olsun. Bunlardan biri də Dağlıq Qarabağ məsələsi idi. Bu dövrdə düşmənin müvəqqəti uğur qazanmasının səbəbləri nə idi? Onların havadarlarının kömək alması. Köməklik edirdi onlar, Rusiya və digər ona uyğun dövlətlər köməklik edirdi. Bir də əvvəlcədən tədbirlər, hazırlıq planları var idi. Azərbaycanın isə buna dair heç bir planı yox idi. Həmçinin Azərbaycanda ordu quruluşuna diqqət yetirmək nizami ordumuz yox idi. Və Azərbaycandan Rus qoşunları, SSR qoşunları daha tez çıxarılmışdı digər dövlətlərə nisbətən. 91-ci ildə 91 sentyabrında Müdafiə Nazirliyi yaradıldı. 91-ci ildə yenə də oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələr haqqında qanun qəbul edildi. Özünü müdafiə dəstələri yaradılmış oldu 91 noyabrından etibarən. 91-ci il şəhidlər bu Qarakənd faciəsi 91 noyabrında Qarabağda baş verən hadisələri araşdırmaq üçün ora bir qrup heyət gedir. Dövlət idarəsində çalışan şəxslər o dövrdə dövlət katibi, baş prokurorluq, Respublikada bir sıra yüksək rütbəli şəxslər, həmçinin SSR Müdafiə Nazirliyinin nümayəndələri var idi. Başqa ölkədən gələn nümayəndələr, müşahidəçilər, jurnalistlər də iştirak edirdi və deməli Qarakənd adlı yerdə ermənilər tərəfindən həmin vertolyot vuruldu. Qarakənd faciəsi ölkədəki siyasi vəziyyəti daha da gərgindir. Çünki dövlətin əsas idarə heyətində olan bir qrup şəxs orada hamısı öldü, vəfat etdi. Azərbaycan Respublikası Ali Soveti 1991-in noyabrın 26-sında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi. Buna diqqət edirsiniz. Niyə görə? Topluda işləyəndə bu məsələ ilə bağlı çoxlu sual var orada. Xronoloji ardıcıllıq məsələsində, xronologiyada. DQB-nin statusunu ləğv edilməsi 91-in noyabrın 26-sında. Və bu hissələrə diqqət edirsiniz. Ölkədə çəkmələr davam edir. Noyabr ayından söhbət gedir. 91-ci ildə ermənilər yeni ərazilərə keçirdi. Müxtəlif kəndə, Xocalının, Meşəli və digər ərazilərində soyqırım törətdilər. Bunu çox soruşmaz bizdən. Əsas yerə keçək. 92-ci il hərbi əməliyyatları. Daşaltı əməliyyatı 1-ci və 2-ci Qarabağ müharibəsində oxşar əməliyyatlardan biridir. Birdə uğursuz olub da, 2-də isə uğurlu olacaq Daşaltı əməliyyatı. 92-ci yanvar ayında Azərbaycan ordusunun Şuşanın ətrafında, Şuşa mühasirəsini yarmaq üçün. Deməli, əməliyyatın məqsədi nə idi? Şuşanın mühasirəsini yarmaq və onları, erməniləri təmizləmək istəyirdi. Nəticəsi qruplar arası düzgün rabitə əlaqəsinin olmaması, həmçinin satqınlıq olduğuna görə bu əməliyyat uğursuz oldu. Azərbaycan ordusunun ilk planlı hərbi əməliyyatı idi. Saydığımız səbəblərə görə uğursuz oldu və xeyli itki verdi Azərbaycan ordusu orada. Bundan sonra ermənilər bir neçə daha kəndi işğal etdi və Qaradağlı faciəsi törədildi. 92-ci ilin fevral ayında Xocalı faciəsi. Xocalı faciəsini törətməkdə ermənilərin məqsədi Qarabağın digər ərazilərində üstünlük qazanmaq istəyir, strateji üstünlüyü öz əlinə almaq istəyirlər. Burada əsas hərbi, belə deyim, bir dənə mülki hava məkanı Xocalıda yerləşirdi və üstünlüyü bu şəkildə erməni öz nəzarətə çevirmək istəyirlər. Soyqırım törətməklə digər bölgələrdə psixoloji üstünlük əldə etməyə çalışırlar. Yəni xalqın gözünü qorxutmağa çalışırlar. Xalqın mübarizə əzmini, iradəsini qırmağa çalışırdılar, cəhd edirdilər. Və bu ərazini yer üzündə silməyə çalışırlar, cəhd edirdilər. Təbii ki, burada nəydən istifadə edirlər? Bir, ermənilərin əvvəlcədən silahlanmış qüvvələri. 2, Sovet ordusunun Xankəndidə olan 366 motatıcı diviziyası. Və onların köməkliyi ilə, hərbi hissənin köməkliyi ilə Xocalıda soyqırım törətdilər. Fevralın 25-də 26-sına keçən gecə. Sadəcə kiçik bir hissə qaçıb gedə bildi. Qalan hissə ya öldürülür, ya da əsir götürülür. Xocalı soyqırım zamanı Əlif Hacıyev Xocalı aeroportunun komandiri idi. Tofiq Hüseynov özü müdafiə batalyonunun komandiri olmuşdu.
və digərlərində adlarını mütləq ki baxırsınız. Aquliyev, Əsgər, Novruzov, Hikmət Nəzərli, Cəmil Rzayev və digərləri. O dövrdə şəhid olmuş şəxslərdir. Bu dövrdə Tofiq Hüseynov Mixailo ləqəbi ilə tanınan Azərbaycanlı qəhrəmandır. Çingiz Mustafayev də həm hadisədə, Qarabağda olan hadisələr zamanı orada çəkilişlər aparmış milli qəhrəmanımızdır. Milli Məclis şəhidlər testdə qarşıda çıxacaq bu sual, xronologiyanı istəyəcək bizdən. Milli Məclis 94-cü ildə Xocalı soyqırımı günü haqqında qərar verdi. Milli Məclisin qərarı 94-cü ildə. Heydər 25 fevral 97-ci fərmanında isə Xocalı soyqırımının bir dəqiqə sükutla qeyd olunması hər il məsələsi 25 fevral 97-ci ilə aiddir bu qərar. Milli Məclisin qərarı isə 94-ə aiddir. Sonra bu ifadəni də soruşur bizdən. 2008-ci ildə Leyla Əliyevin təşəbbüsü ilə Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyasına start verildi. Bunun da ili var toplumda, xronoloji ardıcılıqda. Sonra 92-ci ilə gəlirik. ATƏM-də müzakirəyə çıxardı Qarabağ məsələsi. Bunun üçün Minsk qrupu fəaliyyət göstərirdi Qarabağ məsələsi ilə bağlı. 92-ci fevralında Azərbaycan Avia Eskadriyasiyası, yəni Hərbi Hava Qüvvələrinin yaranması günü olaraq qeyd olunur 92 fevralında. 92 mart ayında, bunu da soruşur xronologiyada, Azərbaycan milli qəhrəmanı statusu müəyyənləşdirildi. Xarici şəxslərin adlarıdır bu da. İskəndər Aznarov, Yuri Kovalyov, Albert Aqanurov və digərləri. Milliyyət olaraq Azərbaycan deyilsə də Azərbaycan milli qəhrəmanına layiq görülmüşdür bu adam. Şuşanın işğalı 92-ci martında. Deməli, burada baxaq bizə nə lazımdır. Deməli, 92-ci ildə İranın vasitəsilə Ermənistan Azərbaycan arasında Tehranda görüş keçirildi. Amma bu görüş uğursuz oldu. Aralarında saziş imzalamaq istəyirdi, imza atmaq istəyirdi İran vasitəsilə, amma bu görüş uğursuz oldu. 92-ci il may ayında Şuşa şəhəri işğal olundu. Şuşanın işğalı ilə Ermənistan Dağlıq Qarabağ bütün ərazisini ələ keçirdi. Burada var suallarımızda görəcəksiniz və Tehrançı danışıqlar yarımçıq qaldı. Daşkənd müqaviləsi, 92-ci Daşkənd müqaviləsi, ümumi tarixdə də var bu. Daşkənd müqaviləsi Azərbaycan tarixində deyilir. 92 il may ayında imza Daşkənd müqaviləsinə görə SSR-nin hərbi əmlakı bölüşdürüldü və Azərbaycanın payına da xeyli miqdarda silah-sursat düşmüşdü burada. Həmçinin SSR-in Xəzər donanmasının 25% Azərbaycanın payına düşdü. Və Azərbaycan bundan sonra ordu quruluşuna daha çox diqqət elədi. Əlindəki silah-sursatın hesabına. Laçının işğalı 92 mayın 18-cində Laçın şəhərdə işğal olundu. Laçın şəhərini işğal elədilər. Bundan sonra da Bakıda siyasi mübarizə yeni mərhələyə qədəm qoydu. Bu hadisədən sonra hakimiyyət böhranı yeni mərhələyə qədəm qoydu. Bu məsələni demişdik sizə. 92-ci uğurlu hərbi əməliyyatlar. Bunlara diqqət edin. Testdə bunlarda sualları var. Əvvəz Elçibəy rəhbərliyə başladıqdan sonra orduda işlər görüldü, komplektləşdirildi, vahid komandanlıq təşkil edildi. Xeyli uğur qazandı. Hansı uğurlardır? 92-ci ildə bunlar dənə-dənə soruşur rayonlarda. Goranboy işğal edilmiş torpaqlar azad olundu. Bu bir. Sonra Ağdərə əməliyyatı nəticəsində Goranboy, Tərtər, Ağdam, Kəbzə istiqamətində uğur qazanıldı. Və qeyd edildiyi kimi Kəlbəcər, Ağdərə, Tərtər yolu nəzarətimizə götürüldü. 92-ci il yenidən Ağdərə şəhəri daxil olmaqla xeyli hissəsi azad olundu. Xankəndinə yaxınlaşdıq. Başkənd ərazisi düşmənin Azərbaycanda olan yeganə anklavı. Yəni düşmənin Azərbaycan torpaqlarındakı quru sahəsi. O da düşməndən təmizləndi. 92-ci ildə 92 bax, burada saydığımız bu əməliyyatları, uğurları davam etdirmək mümkün olmur. Səbəbi nə idi? O dövüşü rəhbərliyin bir sıra uğursuz addımları. Sonra
Xarici qüvvələrin, xüsusilə də Rusiyanın birbaşa ermənilərə dəstək olması, açıq onlara yardım göstərməsi, hakimiyyət orduda çəkişmələr. Bütün bunlar gətirdi, orduda nəzarətin itməsi və uğursuzluğa müəyyən qədər səbəb oldu. Beləliklə, 92-ci son 93-cü əvvəllərində ermənilər yenidən üstünlüyü ələ aldılar cəbhədə. 93-94-cü il hərbi əməliyyatları. 93-cü illərdə, 93-cü ilin əvvəllərində Rusiya Azərbaycanı məcbur edir ki, MDB-yə daxil olsun, amma Azərbaycan bunu etmədi. O zaman Rusiya hər formada Azərbaycan təhdid etmişdi. Əgər daxil olmasan, öz gücünə arxalanmasan və baş verəcək hadisələrdən biz məsul deyilik deyirdi. Bu hadisədən sonra Rusiya yenə də ermənilərə yardımını artırmışdı. (93-cü ildə ermənilər artıq Ağdərə, Kərbələ istiqamətində yenidən hücuma keçdilər. Azərbaycan Rusiyanın təklifini rədd eləmişdi. 93-cü apreldə Kəlbəcər rayonu işğal olundu və orada yenə də kütləvi qətliam törədildi. 93-cü ildə başqa hansı ərazilər? Baxın, bu arzılıqdan burada qeyd elədik hamısını. İyulda Ağdərə, sonra Ağdərə, Ağdam, sonra Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan işğal olunan ərazilər. Bir də biz deyəcəyik biraz sonra işğaldan azad olunan ərazilər. Bunu 2-ci Qarabağ müharibəsində deyəcəm və orada sizdən istəyəcəm ki, Azərbaycanın və Qarabağda bu istiqamətdə olan rayonlarını çalışacağım ki, əzbərləyin. Onu yaxınlaşdırıb orada dənə-dənə deyəcək sizə Qarabağ müharibəsində xəritə üzərində. BMT-nin burada nə göstərməyə çalışır? BMT Qarabağla bağlı bir neçə dəfə qərar qəbul etsə müharibənin dərhal dayanmasını tələb edir ermənilərdən, amma bununla bağlı heç bir şey eləmir. Hətta Kəlbəcər rayonu işğalına bağlı qətnaməsi var. Ermənilər buna heç birinə məhəl qoymur və yollarını davam edirlər. Müharibənin gedişinə əsas dönüşün baş verməsi. Rəhbərliyə gəldi. Qayıtdıqdan sonra nə elədi? Nizamsız hərbi hissələr ləğv edildi. Ayrı-ayrı siyasi qrupların fəaliyyətini dayandırdı. Güclü nizami ordu qurdu. 93-cü noyabrında müdafiə haqqında qanun qəbul etdi. Sonra 93-cü noyabrında yenə də xalqa müraciət etdi və bundan sonra müxtəlif yerlərdə döyüşmüş daha əvvəlki vaxtlarda könüllülərdən, sonra Əfqanistana xidmət etmiş keçmiş zabitlərdən ibarət hərbi hissələr yaradıldı və cəbhəyə göndərildi. Xeyli uğur əldə edildi döyüşlərdə. Bunları dənə-dənə bizdən soruşacaq testlərdə. Artıq 93-cü noyabrında ordumuz ermənilərə ciddi müqavimət göstərməyə başladı. 93-cü dekabrında Beyləqan istiqamətdə düşmənin tank hücumunun qarşısı alındı. Orada iki döyüşçümüz adını xüsusilə qeyd edir. Akif Xanaliyev, Etibar İsmailov milli qəhrəman adına layiq olmuşdu. 93-cü yenə dekabr 90-cı əvvəllərində Horadiz əməliyyatında 94-cünü götürürük bunu biz. Füzuli Horadiz istiqamətində uğur qazandıq, nailiyyət əldə elədik. Azad olundu. Cəbrayıl Cocuq Mərcənli kəndi azad olundu. Sual verir bizə, deyir ki, 1-ci Qarabağ müharibəsində ərazilərinin bir hissəsi işğaldan azad olunmuş rayonlarımız. Füzuli və burada Cəbrayıl rayonu. Xəritədə görəcəksiniz. Cavab səhv etmirəmsə 2-3 idi orada. Xəritə sualı idi. 2-ci Qarabağ müharibəsində sual var. Sonra hansı ərazilərinə baxırıq. Cəbrayıl, Kəlbəcər rayonunda bir çox kəndləri azad olundu. Sonra 94-cü ildə ordumuz Kəlbəcər istiqamətində Murovdağ əməliyyatı apardı. Amma hava şəraiti kəskin olması bilirsiniz ki, 90 yanvar-fevral ayları dağlıq ərazidə çox kəskin soyuqlar olur. Kəskin, pis olması nəticəsində ordumuz məğlub oldu. Xeyli itki verərək geri çəkilməyə məcbur oldu oradan. Burada da gördüyünüz kimi həmin istiqamətdə baş verən döyüşdə istənilən nəticəni vermədi.
Atəşkəsin elan olunması 94-ün əvvəlində yenə də Ruslar Azərbaycana təzyiq göstərdilər. Hətta Rusiya ermənilərin xeyrinə uyğun sülh sazişi hazırladı. Ortaya çıxartdı, amma Azərbaycan tərəfi qəbul etmədi. Belə olduqda ermənilərin hücumları cəbhə xətti yenidən artdı, amma buna baxmayaraq qarşısı alındı. Rusiyanın planı baş tutmadı. Və nəhayət 94-cü ildə may ayının 8-də Rusiya və ATƏM vasitəsilə Bişkek protokolu imzalandı. Buna əsasən 94-cü mayın 12-sində bütün cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı. Beləliklə 1-ci Qarabağ müharibəsi nəticələri 20 mindən çox Azərbaycanlı orada şəhidimiz var və mülki əhalidə nə qədər ölən və yaralananlar var. Onların sayını biz demirik, nə qədər itkin düşən şəxslərimiz var. 1-ci Qarabağ müharibəsi 94-cü ildə may ayında başa çatdı. Azərbaycan yeni minillikdə. Çalışacağım ki, bunların da ifadə hamısını bitirəm, çünki daha çox xronologiyada bunlar şahidlər. Xronoloji məsələlərdir, onları bitirməyə çalışaq sizlə. Növbəti dəfəmizə qalsın sadəcə 2-ci Qarabağ müharibəsi. Bununla da yekunlaşdırarıq. Azərbaycan yeni minillikdə. İlham Əliyevin prezidentin əvvəlki fəaliyyətləri. Dövlət Neft Şirkətinin rəhbəri olmuşdu. Milli Olimpiya Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatı oldu. Yapın sədr və baş nazir vəzifəsində çalışdı. Avropa Şurasında vitse-prezident olmuşdu. 2003-cü ildə isə prezident seçilmişdi. Heydər Əliyevin yerinə deməli, oğlunun namizədliyini irəli sürdü və onun xeyrinə öz namizədliyini geri çəkmişdi. 2003-cü il oktyabrında İlham Əliyev birinci dəfə prezident seçildi. Dekabrın 12-sində isə 2003-cü ildə Heydər Əliyevin vəfatı, liderimiz Heydər Əliyevin vəfatı. İlham Əliyevin növbəti vaxtları 2008, 2013, 18 və 24-cü ildə yenidən prezident seçilmişdi. Qurucu və müzəffər prezident olaraq tarixə düşmüşdü. Bu ifadələrə diqqət edirsiniz. İlham Əliyevin birinci prezidentlik dövründə birinci mərhələ 2003-2009-cu ildə konstitusiyaya əlavə və düzəlişlər edilmişdi orada. Bilirsiniz, konstitusiyaya düzəlişlərimiz 1 2002-dədir, ikincisi 2009-dadır, üçüncüsü 2016-cı ildə olmuşdur. İkinci mərhələ isə 2009-dan sonraki dövrə aiddir. Neft sayəsində görülən məsələlər. Bakı-Tbilisi-Ceyhan xətti inşası başa çatdırıldı 2006-cı ildə. Amma müqaviləsi, yenə də burada xatırladıram, 1999-cu ildə idi müqavilə. Başa çatdırılması 2006-dır. İlham Əliyevin deməli düşür ikinci prezidentlik dövrünə. Daha sonra 2003-2008 birinci prezidentlik dövrü düşəcək. Sonra bu məsələyə diqqət etsin. Mütləq suallar var bununla bağlı imtahanda. Erzurum qaz kəməri istifadəyə verildi. Bunun da müqaviləsi 2001 idi. Azərbaycan qazı işləyib böyük həcmdə dünya bazarına nəql edildi. Bunun da ifadəsinə diqqət edirik. 2013-cü ildə deməli şahidlər 21-ci əsrin müqaviləsi adlanırdı. Talant və TAP layihələri 2018-ci ildə onun açılış mərasimi keçirdi Türkiyənin Eskişəhər şəhərində. Buradan sizə cümlə olaraq varmı bir şey? Yox. Şahidlər, bunu bizdən nə soruşur? Bu ifadəni. Deməli, Bakı-Tbilisi-Ceyhanın müqavilə bağladığı ərazini istəyir bizdən. Burada şəhəri göstərməyiblər. İstanbul şəhəridir. Müqavilənin bağlanması 99-cu ildə. Topluda sual var bununla bağlı. İstanbul şəhərinin adını, yerini istəyir bizdən.
ki, hansı ərazidə, hansı şəhərdə bağlanmışdı? Burada nə deyəcəyik? Kənd təsərrüfatının inkişafı buna diqqət yetirir. Yeni su kanallarının çəkilməsi, yarmarkaların təşkil olunması və s. Subsidiya sözünü soruşa bilər bizdən. Kömək, dəstək mənasını verirdi. Müəyyən iş qurmaq istəyən şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitidir, dövlət tərəfindən onlara edilən yardımdır. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Sonra Ələt ticarət zonasının yaradılması. Bu yeni bir ifadədir. Əvvəl köhnə kitablarda yoxdur. 2023-cü ildə İran ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi rayonu Naxçıvanı birləşdirən yeni dəmir yolu xətti tikintisinə başlanıldı 2023-cü ildə. Burada müəyyən yeni bilgilər var. Onlara deyəcəm sizə. Diqqət edin həmin hissədə xüsusilə. Çünki xronologiya çoxdur. Bundan əvvəlki toplu ilə bunun arasında kəskin fərq var suallarda. O yeni suallarımız çoxdur. İndi gələn dəfə həmin sualların izahını verəcəm sizə. Orada deyəcəm sizə özünüzə qeyd apararsa o suallara diqqət edin. 2007-ci ildə çadır şəhərciklərinin ləğv edilməsi Azərbaycanda. Sonra 2012-ci ildə Asan Xidmət Mərkəzinin açılması. Səbəb nə idi? Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə və həmçinin şəffaflığın artırılması. Vətəndaşların xərci azalsın, vaxt olmasın, korrupsiyanın qarşısı alınsın. 2019-cu ildə ilk burada birinci vitse-ver Mehriban Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Dost Mərkəzi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi. Beləliklə, bu ifadəyə diqqət edin. Asan xidmət və dost mərkəzlərinin yaradılması Azərbaycanda sosial xidmət sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasını göstərirdi. İfadələr soruşa bilər, səbəb nəticə əlaqələr olaraq. COVID-19 ilə bağlı tədbirlər, bunun üstündə çox dayanmırıq. Həmimizin gözünün qarşısında olan məsələdir. 2020-ci ildə bununla bağlı layihələr, tədbirlər görüldü. Təbib yaradıldı və s. və ilə axır. Bununla bağlı tədbirlər, xəstəxanalar və s. Yəni, bunlar üzrə çox dayanmağa ehtiyac yoxdur. Çünki daha vacib məsələlər var. Xarici siyasətlə bağlı. Deməli, xarici siyasətdə əsas istiqamətimiz nələrdir? Ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi və qarşılıqlı əlaqələr inkişaf etdirilməsi məsələləri var. Həmin dövr üçün Qarabağla bağlı Dağlıq Qarabağ məsələsinin həll edilməsi var, onun dinc yolu həll edilməsi çalışılırdı və s. Digər məsələlərə kitabımızdan baxacağıq, yəni əzbərəsi ciddi bir şey yoxdur. 2003-cü ildə İlham Əliyev Cenevrədəki tədbirə ilk xarici səfər oldu, orada iştirak etmiş ilk xarici səfər oldu Cenevrəyə. Heydər Əliyevin ilk xarici səfəri isə 1993-cü ildə Fransaya olmuşdu və Paris Xartiyasını imzalamışdı. Xatırlayırsa orada demişdik. Türkiyə ilə münasibətlərimizə baxırıq. Hər zaman dostluq və qardaşlıq şəraitində davam etmişdi bu münasibətlər. 2010-cu ildə toplumun sualıdır. Bakıda strateji tərəfdarlıq və qarşılıqlı yardım haqqında müqavilə var. 2010-cu ildə topluda bizim qarşımıza çıxacaq suallardan biridir. Diqqətli olun. Sonra 2021-ci ildə bunu Qarabağ müharibəsindən sonra deyəcək. Amma burada da adını çəkir, yenə də təkrarlayıq sizə. Şuşa bəyannaməsi var ki, Qars müqaviləsinin təkrarıdır bu. 1921-ci ildə Qars müqaviləsi vardı. Naxçıvan statüsünə bağlı ki, üçüncü bir dövlətə güzəşt edilə bilməz. Moskva müqaviləsində bunu deyirdi. Qars müqaviləsində isə həmin Naxçıvanın sərhədləri müəyyənləşdirilirdi və Moskva müqaviləsi bir daha təsdiq olunurdu. 94 və 2010-cu ildə imzalanmış müqavilələr var. Bu da aşağıda. Eyni bu cümlə 94-2010. Baxın, eyni bu cümlə toplumun sualıdır. İşləyəndə görəcəksiniz. Gələn dəfə inşallah Azərbaycan tarixindən, daha doğrusu topludan həmin hissənin suallarını işləyəcəksiniz növbəti dərsimizdə. Yəni həftənin birinci gününə qədər inşallah çalışaq ki, onu yekunlaşdıraq.
Bunlar nədir? Oxşar cəhətdə həmin müqavilə. Şuşa bəyannaməsini dedik. Mən təfərrüatına girmirəm, çünki ciddi izahlısı bir şey yoxdur. Şuşa bəyannaməsi həmin müqavilənin, Qars müqaviləsinin təkrarıdır və İkinci Qarabağ müharibəsindən sonra iki dövlət arasında olan bir-birinə olan münasibətlərin yenidən nizamlanmasıdır. Təfərrüatını oxuyarsınız, bir dəfə sadəcə baxarsınız. Moskva, bunlar var şahidlər. Bunlar hamısı yeni bilgilərdir. Baxın, son çıxan dərsliyin 9-cu sinif və 11-ci sinif dərsliklərində olan mövzulardır 2024-cü ildən sonra çıxan kitablarda. Ona görə bura əlavə olunmuş suallardır, hamısı məsələlərdir. Bunları soruşur bizdən, toplu suallar var. Deməli, Moskva ilə Rusiya ilə münasibətlər Moskva bəyannaməsi 2022-ci ildə. 2008-ci bunu bilirik, Rusiya-Gürcüstan müharibəsini bilirik. 2022. İlham Əliyevin Rusiya rəsmi səfəri, bu zaman Moskva bəyannaməsini imzalamışdılar. Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə. Adı belə gedir. Ola bilər ki, bizdən Moskva bəyannaməsi soruşmaz, xüsusiyyətini soruşa bilər. Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə olaraq adlanır. 2022-ci ilin fevralında bu məsələ iki dövlət arasında münasibətin 30 illiyinə həsr olunduğunu və yeni dövlət arası münasibətlərin yeni səviyyəyə çıxdığını bildirmişdi. Bu ifadələrə diqqət edin. Baxın, yazıram bura. Diqqət, xüsusilə bu hissəyə diqqət edirik. İranla münasibətlərimiz, burada da var. Toplunun suallarını deyəcəm sizə. İran münasibətlərimiz 2004-cü ildə Təbrizdə konsulluq açılmışdı. Bu da AXC ilə oxşar cəhətdir. AXC-də isə 1920-ci ildə Təbrizdə konsulluq açılmışdı. Toplunun sualında oxşar cəhətdə olaraq qarşısına çıxacaq. 2010-cu ildə bu da topluluqda olan sualdır. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının samitində Azərbaycan, Türkiyə, İran Xarici İşlər Nazirliyinin görüşü var, razılaşması var. Sonra gəlirik 2023-cü ildə burada İranla bağlı məsələ düzdür. Dostluq şəraiti davam edirdik, amma 2023-cü ildə İranda Azərbaycan səfirliyinə terror aktı törədilmişdi. Yəqin ki, bunu xatırlayanlarımız var. Gürcüstan, Pakistan, İsrail ilə münasibətlər. Qonşuluq münasibəti var Gürcüstanla, digərləri isə strateji cəhətdən münasibətlərimiz normal vəziyyətdədir. Beynəlxalq təşkilatlar əməkdaşlıq. BMT ilə bağlı İlham Əliyevin 2003-cü ildə BMT-nin baş məclis çıxışı var. 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurası qeyri-daimi üzvü seçilmişdi. Avropa İqtisadi Birliklə bağlı burada nə var? Şərq tərəfdaşlığı təşəbbüsü proqram çərçivəsində əməkdaşlıq eləmişdi. Yeni qonşuluq proqram çərçivəsində Avropa İqtisadi Birliyi ilə. NATO ilə bilirsiniz ki, NATO'nun fəaliyyətlərində iştirak edirik. NATO'nun Təhlükəsizlik Şurasının asosiyalaşdırılmış üzvü olaraq iştirak edir orada. ATƏT-lə məsələlərimiz, ATƏT-in üzvüyük. Yəni, bunlara çox da ciddi durmaya ehtiyac yoxdur. Sadəcə müsbət olaraq davam etdiririk fəaliyyətlərimiz onlarla. Aha, əsas məsələmiz. Gəldik əsas deyəcəyimiz hissələrə. Deməli, 2011-ci ildə Azərbaycan qoşulmama hərəkatının tam hüquqlu üzvü olmuşdu. 19-22-ci illər isə bu təşkilata sədrlik eləmişdi ki, Qarabağ məsələsində bağlı da, yəni 2-ci Qarabağ məsələsində bu təşkilata sədrlik etməyimiz bizim çox xeyrimizə olan, lehimizə olan məsələ ki, həmin dövlətlər Azərbaycanın tərəfini tutmuşlar orada. 2023-cü ilə qədər bu məsələ uzadılmışdı. Azərbaycan rəhbərlik məsələsi uzadılmışdı. Sonra Türk Dövlətlər Əməkdaşlıq Şurası. Bununla bağlı məsələlər. Baxın, bunlar hamısı yeni əlavə edilmiş bilgilərdir. 2009-cu ildə Naxçıvanda keçirilən qurultayda Naxçıvan sazişi imzalanmışdı. Buna əsasən isə 2012-ci ildə Türk Dili Dövlətlərin Əməkdaşlıq Şurası, TİDəŞ yaradılmışdı. Türk Dili Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Yenə deyirəm, topluda uyğunlaşdırmada da baxıram görə. Bununla bağlı çox sual var. Diqqət edin.
Sonra 2021-ci ildə bu da toplum sualı İstanbulda yenə də Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü keçirilmişdi. 2021-ci il İstanbul görüşü açıq sualları səhv etmirəmsə xronologiyada soruşacaq bizdən. Bundan sonra təşkilat Türk Dövlətləri Təşkilatı adlandırılmışdı, TDT adlandırılmışdı. 2022-ci ildə Bursada yeni bir iclası keçirilmişdi. 2023-də isə Şuşa şəhərində. Bunda ilin soruşur bizdən Türk dünyasının mədəniyyət paytaxtı elan olunması qeyd olunmuşdur. Şuşa şəhərinin. Bunun ilini soruşur bizdən. 24-cü ildə Şuşada yeni növbəti iclas keçirilmişdi. Bunu xatırlayırsınız yəqin ki. Və burada Qarabağ bəyannaməsi adlandırılmışdı. Daha doğrusu Qarabağ bəyannaməsi qəbul edilmişdi. Türk Dilli Dövlətlərin Təşkilatında. ATƏM-in zirvə görüşləri və Paris görüşü 90-cı ilin Paris Xartiyasının qəbul olunması, Budapeşt 94, Lissabon 96, İstanbul 99 bir xatırlatmanı bizə qeyd edilmişdi. Bu hissəyə şahidlər xüsusi diqqət edirsiniz. Bu hissəyə xüsusilə də diqqət edəcəksiniz. Hansı məsələ təkrarlıq 2012 təşkilatının yaranması, Naxçıvan görüşü, 2023 Şuşa Türk dünyası mədəniyyət paytaxtı elan olunması var. İstanbul görüşü var 2021-ci ildə və 2024-də Şuşada növbəti görüşlər var. Qarabağ bəyannaməsinin imzalanması. Vətən müharibəsi, antiterror əməliyyatı, 2016-cı aprel döyüşləri, bunlar növbəti mövzumuz olacaqdır.